Azərbaycanın ən ucqar kəndlərindən birində bir hadisə baş verdi. Gördüm bir pəzəvənin tüklü, dəvərəngi fasın belə, tük sallaq. Yerli sakinlər insana bənzəyən, amma insandan fərqli, nəhəng bir məxluq gördüklərini iddia etdilər. Oturan vəziyyətdə gördüm ki, mağaranın içi qaranlıq oldu. Baxanda gördüm ki, qaranlıq bir adam girdi. Bu hadisə illər keçsə də unudulmadı. Bəs xınalıqda həqiqətən qaradamı görüldü? Yerli sakinlərin dediyinə görə onlar insana bənzəyən, lakin insandan fərqli görünən nəhəng bir məxluq görüblər. Şahidlərin dediyinə görə bir neçə kənd sakini dağlıq ərazidə qəribə hərəkət edən iri bir canlı görüblər. Onların təsvirinə görə məxluq iki ayaq üzərində yeriyirdi. Bədəni qalın tüklə örtülü idi. Boyu adi insandan xeyli hündür görünürdü. Ən maraqlısı isə onun insan kimi hərəkət etməsi idi. Bəzi şahidlər məxluqun onları gördükdən sonra sürətlə qayaların arasına çəkildiyini bildiriblər. Qoyun növbəsindəydim. Ateşkəs edilən zonadır, Baltaqaya ərazisidir. Gördüyünüz bu sahədir. Çay qaynatıb çörək yeyirdim, oturub, qoyun da otlayırdı, dağın ətrafında dağılıb. Gördüm bir də qoyun məni elə bil hasara aldı. Durdum, elə bildim canavar zad basır, heyvanatı zadı. Gördüm, heç nə esləmədim. Biraz fit zad verdim, canavar zad qovmaq üçün belə qışqırıq zad aldım, gördüm, yox. Bu bir canavarlıq bir şey deyil. Binokl zad var idi məndə. Binokla biraz o yana bu yana baxdım, gördüm bir pəzəvənin tüklü, dəvərəngi fasın belə, tük sallaq. Yekətərin biridir. Bir xeyli baxdım, gördüm uca metrəni addımlayanda yarım metr, bir metrə yarım belə addımlaya çəkilir. Bu tərpənən momenti mən istədim qaçam. Bir xeyli qaçdım aşağı, kəndə sarı, boynu bıraxdım elə belə. Gəldim, təzədən binokla baxdım, gördüm uca çəkilə, bu Baltaqaya dilən tərəfə biraz çəkildim. Mən tez qoyun zadı yığışdırıb kəndə sarı qayıtdım. Belə mən görməmişəm də, yəni bu 40 yaşım var hal-hazırda da. O boyda, o fasında mən heç bir adam görməmişəm. İnsandır, insan formasıdır, insan kimidir. Dosto tük basıb, sifətini də hissləmirsən. Gözlərinin altına kimi belə, tük sallaqda belə dəvərəngi fasım çalan. Bu hadisədən sonra kənddə uzun müddət həmin məxluq haqqında söhbətlər aparılıb. Lakin heç kim onu yenidən aydın şəkildə gördüyünü təsdiqləyə bilməyib. 86-cı ildə mən yaylaqda idim. Çoban idim o vaxt, qoyuna gidirdim. Günortadan sonra iyul ayında çoban yoldaşım götürüb gittim ova. Yaylağa yaxın yer Baltaqaya deyən yer vardı. Gittik ora, axşamüstü idi. Hava qaraldı, ora heyvan gəlməlidir, dağ heyvanı. Şor olan yer var, heyvan şora gəlir. Burada da şorun qabağında, Baltaqayanın qabaq tərəfində bir daş var. Biri bələnçikdir, biri bələnçik. Bir nataraz mağaradır orada. İndi biraz oturduq mağarada. Mən dedim ki yoldaşa, sən düş atların yanına gidginən. Mən burada qalacağım, mən ovçuyam, bu da mənim şələşimdir. Bu getdi atların yanında, indi canavar ürkülənməsin, kimsə oğurlayıb aparmasın, ya özü açılıb gitməsin deyə. Bunun sırğılısını da götürüb, mən də girdim o mağaraya. Dedim, heyvan bura gələcək, yaxın yerə. Vuracağım da, heyvan da 50-60 metr məsafədə heyvan gəlməlidir. Ay çıxıb, ay belə düşüb bu mağaranın içinə. O tərəfə, mən oturan tərəf külgəli tərəfdir, qaranlıq olan tərəf. Mən də oturmuşam, bələnçik. Dizimin üstünə onun sırğılısını atıb, tüfəngi də qoymuşam bələnçik. Saata baxdım, gördüm ki, saat 2-yə 15 dəqiqə işləyib. Heyvan da gəlir, mənim küləkimlə inimi vurub, qayıtır dala. Daş da tökülüb gəlir yuxarıdan. Bir də gördüm ki, paraq səs gəldi. Bu mağaranın da alt tərəfindən bir deşik var. Mən də yavaşca qalxıb, deşikdən baxdım, gördüm ki, heç nə yoxdur. Təzədən düşüb oturdum. Oturan vəziyyətdə gördüm ki, mağaranın içi qaranlıq oldu. Baxanda gördüm ki, qaranlıq bir adam girdi. Nə boyda bir nataraz adam.
Gördüm onun kölgəsi də düşdü içəri. Ay vurmuşdu içəri. Kölgəsi düşdü dedim ay özümdə. Kölgə cində, şeytanda, hər hansı əcaib heyvanlar olmur. Bu insandır da, adamdır. Ancaq çılpaqdır. Kişi tayfasıdır. Bədəni bütöv tükdür. Hündürlüyü mən deyirəm çox hündür olar, çox hündür. Bir 3 metrədə yaxın, nataral canlı adamdır. İndi qorxanda da biraz adam gözü çox böyük görməlidir. Bu gəldi mənim qabağımda oturdu. Oturandan sonra bu mənə lap yaxın gəldi. Aramızda 1 metrə, metrə yarım məsəl. Bu belə oturdu. Bir əlini qoydu beləncə, bir əlində beləncə qoydu. Birazdan sonra məni gördü. O mənə ancaq belə baxırdı hündürdən. Mən balaca bir küncdə, o natara canlı adam o hündürdən baxırdı. Çox canlı adamdı, çox. 30 bizim cavanların 30-35 yaşlar nə tər varsa, o da hərənçik, cavan adamdı, yaşlı adam deyildi. Çox oturdu. İndi mənim əlim tüfəng buradadır. Mənim fikrimdən keçir ki, hər əlimi aparıb onu güllə ilə vurum. Bu əl qorxudan açılmır. O qədər qorxmuşam, tər tökülür məndən, soyuq tər. Hələ əlim qalıb bərənçik. Bu adam da ancaq hələ mənə belə baxır, tamaşa eləyir, mən də ona belə baxıram. Nə o mənim dilimi bilir, nə mən onun dilini bilməyəm, mənim dilim vapşe tutulmuşdu. Danışsa da cavab verə bilən deyildim. Yəni qorxudan. Bu da çox oturdu. Bu adam toçun insan kimiydi. Heç bir fərqi yoxdur. Ya barmaqda, ya ayaqda. Onun ayağın izləri də uçandan sonra mən gördüm orada. Ayağın izi o torpaqda var idi. Bir 50-40 santim bələnçik ayağın uzunluğu var idi. Onun bizdən fərqli olan bir o idi ki, onun alnı pür yastı kimi idi. Bizim alnımız tikdi. Onun alnı belə meyilli idi. Bir onda fərq vardı. Bu sifətlərində tükdü. Daha o boyda uzun tük dökülür. Normal tüklərdir. Gözlər, qaşlar, toçuna, buralar, toçun, insan, nətər, heç bir fərqi yoxdur. Bu durdu. Bir qədərdən sonra mən baxıb gördüm ki, işıq ucu sübh vaxtıdır. Yavaş-yavaş işıq açılmaq istəyir. Bu ayağa dur ondan sonra. Mən də gözlərimi yudum. İndi bu götürər, məni qoltuğuna vurub aparar. Canlı adam da ya yeyə gedər, ya tikələyib, parçalayıb atar. Birazdan sonra bu durdu. Durub bu çıxdı. Birazdan sonra bir gözümü açıb belə baxdım, gördüm ki, arxası mənə tərəfdə. Yavaş-yavaş bu çıxıb getdi. Bu çıxıb gedəndən sonra bir yarım saatda hələ bu vəziyyətdə əlim bələnçik tüfəngi tutmaq üçün. Bu əlimdə bələnçik bir yarım saatda belə qaldım. Ta işıq əməlli açılana kimi. İşıq açıldı. Mən də durdum ayağa, ısırığını da götürüb, tüfəngi də götürdüm. Mənim yoldaşımın adı da Zakirdir. İskəndərov Zakir. Gördüm ki, Zakir aşağıdan gəlir. Ha bu gəldi, mən dedim Zakir, atları yükləyək, çıxıb gedək. Daha bizim işimiz düz gəlmədi. O dedi ki, Lazanın üstündən bir sürü kəl gəlir. Mən və Zakir, mənim kəlim gəlmişdi. Mən çıxıb gedirəm, mən burada dayanan dögüləm. Ha bu deyir, mən gitməyəcəm. Ben gidip atımı yükledim, araladım atı, geldim yeylağa. Yeylağa da alaçağa da girmedim. Öz alaçağım var, uşaqlar oradadır. Alaçağın çubuğuna atı bağlayıp, dedim ki 5 gündən sonra mənim qoyun nübətimdir, atı göndərərsiniz gene adamlara. Mən oradan da qaçıb onun qorxusundan çıxıb gəldim kəntə. 7-8 ay mən bu sözü heç kimə danışmadım. Sonra fevralda ya, hələ söhbət eləyəndə ağzımdan çıxıb qardaşıma, evdə olan uşaqlara söhbət elədim. İnsanlar 10 illiklərdir Bigfoot adlandırılan naməlum məxluq haqqında danışırlar. Himalay dağlarında isə eyni xüsusiyyətlərə malik olduğu iddia edilən Yeti haqqında yüzlərlə əfsanə mövcuddur. Qafqaz bölgəsində isə bəzi xalqlar alma adlı vəhşi insan haqqında qədim rəvayətlər danışırlar. Bu səbəbdən bəzi tədqiqatçılar xınalıq hadisəsini də həmin rəvayətlərlə müqayisə edirlər. Lakin burada vacib bir məqam var. Bu hekayələrin heç biri elmi şəkildə sübut edilməyib. Şahidlər həqiqətən qəribə bir şey görmüş ola bilərlər. Lakin bunun qar adamı olduğunu təsdiqləyən nə foto, nə video, nə də elmi dəlil mövcuddur. Məhz buna görə xınalıq hadisəsi bu gün də Azərbaycanın ən maraqlı müəmmalarından biri hesab olunur.
Bəlkə də cavab dağların dərinliklərində gizlənir. Bəlkə də bu sadəcə insanların təsəvvürünün məhsulu idi. Yoxsa doğrudan da Qafqaz dağlarında hələ də elmə məlum olmayan bir canlı yaşayır. Bu sualın cavabı hələ də yoxdur. Bəs siz necə düşünürsünüz? Xınalıqda görülən məxluq sadəcə bir əfsanə idi, yoxsa insanların hələ də izah edə bilmədiyi sirli bir hadisə?